İbtidai siniflərdə xüsusən fiziki tərbiyədir, təsvir incəsənətdir, ümumiyyətlə texnologiyadır. Bu kimi fənləri qoymuşuq kənara, ancaq Azərbaycan dili və riyaziyyatı öyrədirik. Niyə monitorinqlər var, niyə filan şey var, nə bilim, liseyə hazırlıq var. Yəni bütün şagirdin emosional, o yaradıcılıq, o bacarıqlarını, təfəkkürünü falan formalaşdıran o təsvir incəsənət, texnologiya, fiziki tərbiyə kimi fiziki sağlamlıq və s. bunu atırıq arxa plana, ancaq fokuslanırıq akademik məsələlərə. O zaman uşaq sosiallaşmır, uşaq fərqli insanların, o məktəb odur ki, şagird fərqli cür düşünən insanlarla, ailədə hamı eyni cür düşünür, deyək ki, uşaq valideynin güzgüsü olduğuna görə. Məktəbdə isə fərqli düşünən insanların bir yerdə olduğu məktəbdir, bir məkandır məktəb. Və orada fərqli uşaqların perspektivini görmə imkanı olur. Amma biz daha çox akademik məsələlərə fokuslananda şagirdlər həmən məsələdən məhrum qalırlar.